Efendim bu haberimizin ardından Azerbaycan'dan ayrılmıyoruz. Sizleri Hankendi'ye götüreceğiz. Karabağ'da yaşam hızla ilerliyor. Haberimizde de ekranlarınıza getirdik. Şehre hayat veren en önemli kurumsa kuşkusuz Karabağ Üniversitesi. Şimdi Hankendi'ye Karabağ Üniversitesi'ne gidelim. TRT muhabiri Fatih Avanos bize konuyla birlikte Karabağ Üniversitesi'nin bölgeye gelişimine katkısını değerlendirecekler. Hemen merakla onları dinleyelim. Karabağ'da hayat yeniden başlıyor diyoruz. Her ay bir rayona, Ağdere'ye, Hocalı'ya, Şuşa'ya, Hankendi'ne yeni kervanlar, yeni göçler oluyor. Karabağlılar öz yurtlarına, doğma ata baba yurtlarına dönmeye devam ediyor. Azerbaycan devleti işgalden kurtarıldıktan sonra tüm bölgede denetimi, kontrolü, hakimiyeti sağladıktan sonra önce bölgenin güvenliğini tesis etti. Ardından altyapı, üst yapı, imar çalışmalarına başladı ve gerçekten Karabağ'da her geçen gün şehirler ardı ardına Azerbaycan'ın kültürüne, medeniyetine uygun bir şekilde yükseliyor. Ve rakamları da aslında haberlerimizde paylaştık. Şu ana kadar 20 binin üzerinde Karabağlı bölgenin birçok şehrine yerleşmiş durumda. Dün de Hocalı'ya, Ağdere'ye, Hadrut'a, Hocaven'de yeni ailelerin göçtüğünü yine haberlerimizde ifade etmiştik. Hankendi bölgedeki en altyapısı gelişmiş şehir diyebileceğimiz, şu an için yaşamın en güçlü olduğu noktadayız ve bir şehre aslında canlılık katan, hayat veren de üniversiteler. Karabağ Üniversitesi'nin önündeyiz. Bölgenin ilk üniversitesi, prestij noktası ve bu üniversitenin rektörünün de müşaviri Hamiz Mahmudoğlu'la birlikteyiz. Biz açılışında gelmiştik TRT ekipleri olarak. Bilgileri vermiştik. 1,5 yıl geçti aradan. Neler değişti? Bugün artık o tamir işlerini göremiyoruz. Tam hazır bir üniversite görüyoruz. Yan binalarıyla, rektörlük binasıyla sizden almak isteriz. Karabağ Üniversitesi'nin geldiği son durumu. Çok teşekkür ederim. İlk öncə sizə xoş gəlmisiniz deyirik. Həqiqətən də tarixi zəfərdən sonra Azərbaycan öz tarixinin qürurlu səhifələrini, şanlı səhifələrini yaşayır və Qarabağa böyük qayıdış var. Qarabağ günü-gündən sürətlə dirçəldir və biz Qarabağ Universiteti ailəsi olaraq da bu dirçəliş prosesinin bir tərkib hissəsi olmaqdan və bu dirçəliş prosesində bir iştirak etməkdən çox böyük qürur və məmnunluq duyuruq. Dediyiniz kimi 2024-cü ilin sentyabr ayında biz artıq ilk təhsil ilinə başladıq və o gündən bu günə qədər hardasa artıq ikinci tədris ilimizdir ki, biz burada fəaliyyət göstəririk və Qarabağ Universitetinin də əsas məqsədi öz müasir tələblərə uyğun mütəxəssislər yetişdirməklə yanaşı, həm də Qarabağın bu canlanması prosesinə töhfə verməkdir. Çünki burada artıq bildiyiniz kimi Qarabağ təkcə fiziki infrastrukturlarla deyil, elm, təhsil, sosial həyatın bütün sahələrində canlanma baş verir burada. Biz də bu canlanmada fəal rol almaq, fəal yer almaq üçün buradayız və Qarabağ Universitetində də elə bu bölgənin hər tərəfli inkişafı konseptinə uyğun olaraq da müxtəlif proqramlar üzrə təhsil həyata keçirir. Onları soracağım Hamiz Bey. Küçelerde geziyoruz. Ellerinde kitaplarıyla üniversite öğrencilerini görüyoruz. Çok mutlu oluyoruz. Hepsi Karabağ Üniversitesi'nin talebeleri. Kontenjanı nedir? Hangi ülkelerden veya da sadece şu an için Azerbaycan'da mı? Hangi tahsil bölümleri? Kaç bölümde eğitim veriliyor? Bu bilgileri de sizden isteriz. Bildiğiniz kimi Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən yaradılmış bir universitetdir, Qarabağ Universiteti. 2003-cü ilin noyabr ayının 28-də yaradıldı və deməli biz universitetimiz yaradıldığı andan bu dövrə qədər artıq bizim fakültə sayımız 7-dir və tələbə sayımız da 2100-ün üzərindədir. Və baxmayaraq ki, ilk yeni başlamış tədris fəaliyyətinə bu artıq 2000-dən yuxarı tələbənin bu qısa müddətdə olması da elə bölgədə deməli olan sülhün, dayanıqlı inkişafın və deməli inkişafın və eyni zamanda gələcəyə inamın böyük göstəricisidir ki, Azərbaycanın müxtəlif bölgələrinə, xüsusilə də deyərdim ki, demək olar ki, 66 şəhər və rayonlarından bura tələbələr gəlib Qarabağın inkişafında pay sahib olmaq istəyirlər və həm də özlərinin müasir dövrün tələblərinə uyğun bir kadr kimi yetişməsini bu universitetdə görürlər. Və burada həm mühəndislik fakültəmiz, humanitar və sosial elmlər fakültəsi, incəsənət fakültəsi, bu ildən demək tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyət göstərir, pedaqoji fakültə fəaliyyət göstərir, biznes və iqtisadiyyat fakültəsi
və Turizm Fakültəsi fəaliyyət göstərir və ölkə başçısının da iştirakı ilə burada bir çox tədris binalarımızın açılışı oldu və eyni zamanda da yeni fakültələrimizin binalarının təməl qoyma mərasimləri oldu. Bir sözlə dövlətimizin dəstəyi ilə Qarabağ Universiteti həm infrastruktur baxımından, həm heyət olaraq sürətlə böyüməkdədir və biz də bu dirçəlməkdə olan və sürətlə inkişaf etməkdə olan Qarabağda belə deyək ki, Qarabağ hər tərəfi inkişafında öz elmi həm müasir tədris proqramlarımızla yanaşı elmi tədqiqat fəaliyyətlərimizdən, innovasiya təşəbbüslərimizdən və sosial fəaliyyətlərimizlə burada bölgənin ekosisteminə töhfə vermək üçün bütün səylərimizi belə birləşik səfərbər etmişik və bundan da böyük qürur və məmnunluq duyuruq. Efendim son olarak da gerçekten çok doyurucu güzel bilgiler, malumatlar aldık sizden. Milli Eğitim Bakanı Yusuf Tekin de geldi, ziyaret etmişti. Hem Türkiye ile alakalar, ilişkiler, işbirlikleri, emektaşlıklar var mı? Hem de Azerbaycan'ın diğer üniversiteleriyle de işbirlikleriniz, ortak programlarınız var mı? Nece olacak? Çox düzgün vurğuladınız. Bizim universitetimizin xarici əlaqələrində, beynəlxalq əməkdaşlığında Türkiyə və Türk dünyası ölkələrinin universitetlərlə əlaqələr daha öncülük təşkil edir və doğru söylədiniz, Türkiyə Milli Eğitim Bakanı və eyni zamanda da Yüksək Öyrətim Kurulu Başkanı da burada bizə universitetimizdə ziyarətdə olmuşlar və Türkiyə universitetlərindən bizim həm tələbə mübadiləsi, həm ikili diplom proqramlarının, həm də digər birgə belə deyək, ortaq fəaliyyətlərin və layihələrin həyata keçirilməsindən bağlı hal-hazırda müəyyən belə deyək ki, Türkiyənin müvafiq universitetlərinin danışıqlar aparılır. İnşallah qısa zaman kəsiyində biz deməli bu danışıqlar prosesindən artıq real deməli əməkdaşlıq müstəvisinə deməli keçəcək və inanırıq ki, Türkiyə ilə əlaqələrimiz Qarabağ Universitetinin həm təhsil potensialının inkişafında, həm elmi tədqiqat potensialının inkişafında mühüm dəstək göstərəcəkdir. Efendim çok teşekkür ederiz. Yayınımıza konuk oldunuz. Karabağ Üniversitesi'nin faaliyetleri hakkında bizlere malumatlar verdiniz. İnşallah ilk mezunlar için ne zaman gelmemiz gerekiyor buraya? İlk məzunlarımız bilirsiniz ki, bizdə deməli Qarabağ Universitetinə qəbul olan tələbələr hal-hazırda ikinci kursda təhsil alırlar. Amma bizim deməli sabah qruplarından ibarət bir 60 nəfərə yaxın tələbəmiz də var ki, onlar deməli ölkəmizin müxtəlif universitetlərindən birinci kursunda təhsil alıb və ikinci kursunu bizdə davam etdirdiklərinə görə hal-hazırda da bizdə üçüncü kursda oxuduqları üçün növbəti tədris ilindən artıq onlar məzun olacaqlar və bizim ilk məzunlarımız olacaqlar və bu həmisi də bu deməli məzuniyyət törənində, məzuniyyət mərasimində də görməkdən böyük məmnunluq duyardıq. İnşallah biz de çok isteriz. Sağ olun, var olun. Karabağ Üniversitesi'nin yerleşkesindeyiz. Muhteşem peyzajıyla, bahçesiyle bu noktadan arkamızda Karabağ Üniversitesi ve Azerbaycan bayraklarıyla karşınızda olduk. Rektörün müşaviri Sayın Hamiz Mahmudov bize üniversitenin faaliyetleri hakkında bilgi verdi. Mevcudiyeti hakkında, kontenjanı hakkında, işbirlikleri hakkında geniş kapsamlı bir bu noktada yayın olduğunu ifade edelim. Hankendi'nde son notlar bu şekildeydi. Sözü yeniden size bırakalım. Karabağ'da hayat yeniden başlıyor. Sevgili seyirciler, biz de ayrıntıları dinledik Fatih Avanos'tan ve değerli konuğundan.